15 avqust 2025-ci il tarixində SOCAR-ın Bahar və Qum Dəniz Hasilatın pay bölgüsü sazişi üzrə və BEOQ şirkətində 100% pay sahibi olması prosesi uğurla başa çatdırılmışdır. Şirkətimizdə yeni rəhbərliyin təyinatı həyata keçirilmiş, rebranding prosesinə və yeni əməkdaşların cəlb olunması üzrə işlərə başlanılmışdır. Yenilənmiş loqomuz şirkətin ikinci baharını qayaların arasından çıxan çiçək vasitəsilə simvolizə edir. BEOQ-da SOCAR qrupun korporativ dəyərləri tətbiq olunur. Əməkdaşların təhlükəsizliyi və STM istiqamətində hansı tədbirlər həyata keçirilmişdir? Davranış və təhlükəsizlik üzrə rəqəmsal müşahidə sisteminin tətbiqinə başlanılmışdır. Adət zonaları müəyyən edilmişdir. STM siyasətləri tərtib edilməkdədir. Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Təhlükəsiz yük qaldırma əməliyyatları üzrə prosedur formalaşdırılmışdır. İnsidentlərin bildirilməsi və hesabatlandırılması prosesi müəyyən edilmişdir. Təhlükəsizlik sistemi çərçivəsində giriş-çıxışa nəzarət və kənar müdaxilələrin minimuma endirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Tətbiq olunan nəzarət mexanizmləri və yoxlamalar vasitəsilə təhlükəsizlik proseslərinin effektivliyi təmin edilmişdir. Müəssisədə təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanmışdır. Şirkətdə rəqəmsal transformasiya sahəsində həyata keçirilmiş fəaliyyətlər hansılardır? Əsas proseslərin rəqəmsallaşdırılması, IT infrastrukturunun gücləndirilməsi, performans göstəricilərinin izlənməsi, fəaliyyətlərin planlı icrası üçün illik və dövrü planlama proseslərinin təkmilləşdirilməsi, sənədlərin mərkəzləşdirilməsi, hasilatın pay bölgüsü sazişi üzrə hesabat öhdəlikləri təmin edilmiş, əsas hasilatın pay bölgüsü sazişləri komitələri üçün idarəetmə sxemləri hazırlanmışdır. Bahar Enerji Əməliyyat Şirkətinin Bahar və Qum Dəniz yataqlarının işlənməsinin inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilmişdir? Yataqların yenidən işlənməsi layihəsinə start verilmişdir. Bahar və Qum Dəniz yataqlarının tam miqyaslı yenidən qurma işlərinin həyata keçirilməsi məqsədilə SLB şirkəti cəlb olunmuşdur. Layihənin qiymətləndirmə mərhələsi uğurla başa çatdırılıb. Seçim et mərhələsinə başlanılıb və davam etdirilir. Kvadratçıların cəlbinə başlanılıb. Gələcək infrastruktur və quyuların potensialı müəyyən edilir, investorlarla ilkin kommunikasiya başlanılıb, yataqların statik və dinamik modelləri qurulub. Mövcud əməliyyatlarda hansı təkmilləşdirilmə tədbirləri icra olunub? Mövcud infrastrukturun məhdudiyyətləri nəzərə alınmaqla yenilənmiş statik və dinamik modellər, habelə mövcud hasilat göstəriciləri əsasında yüksək potensiala malik fəaliyyətsiz quyular müəyyən edilmişdir. Hasilatın artırılması və risklərin minimuma endirilməsi məqsədilə dəniz və quru infrastrukturunu əhatə edən tədbirlər planı hazırlanmışdır. Plan əsasında seçilmiş ilk quyu olan Bahar 77-nin əsaslı təmiri həyata keçirilmişdir. Nəticədə Bahar yatağının qaz hasilatı 50% artırılmışdır. Əməkdaşların rifahının və motivasiyasının artırılması istiqamətində hansı işlər görülmüşdür? Əmək qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi, işə qəbul, müqavilə və əmək haqqı proseslərinin stabilləşdirilməsi, etik davranış və liderlik gözləntilərinin gücləndirilməsi, daha sağlam və peşəkar korporativ mədəniyyətə keçidin başlanılması, daxili kommunikasiya və iş mühitinin təkmilləşdirmə prosesinin həyata keçirilməsi, insan prioritetlərinin biznes hədəfləri ilə uyğunlaşdırılması, kritik vakansiyalar üzrə əməkdaşların işə qəbul prosesi davam etdirilir.